Deməli belə, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili Departamentinin müdiri Elvin İbrahimovla yaxın bir saat ərzində söhbət edəcəyik. Sabahınız xeyir olsun Elvin bəy. Sabahınız xeyir, təşəkkür edirəm diqqətiniz üçün, bizi dəvət etdiyiniz üçün. Mən sizdən xahiş edəcəm ki, bir balaca mikrofona yaxın əyləşəsiniz, dinləyicilər sualların cavablarını yaxşı eşitsinlər. Məsələ ondan ibarətdir ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk sayıla bilər, yoxsa yox? Mən belə deyərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzi Qafqazda ilk və unikal bir məkan hesab olunur. Onda belə bir sual çıxır. Mərkəzin unikallığı nədən ibarətdir? Mən indi həmin məqamlara toxunmaq istəyərdim. Mərkəzin unikallığını qeyd etməmişdən öncə mən qeyd etmək istərdim ki, mərkəz artıq 4 ildir fəaliyyət göstərir. Mərkəz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə adaptasiyasını və inteqrasiyasını həyata keçirməkdən ibarətdir. Həssas kateqoriyadan olan dediyimiz şəxslər kimlərdir? Bu, deməli, əlilliyi olan şəxslər, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsinə məhrum olmuş şəxslər, eyni zamanda az təminatlı ailələrin üzvləridir. Bu qeyd etdiyimiz şəxslər həmin mərkəzə, yəni Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə təlimlərə cəlb olunurlar. Təlimlər dedikdə biz hansı təlimləri nəzərdə tuturuq? Burada 14 fəaliyyət və subfəaliyyət istiqamətləridir. Mən istərdim ki, bu 14 fəaliyyət və subfəaliyyət istiqamətləri dedikdə açıqlamasını verək ki, yəni bu bizim dinləyicilərimiz üçün də aydın olsun. Mərkəzdə bədii oyma istiqaməti üzrə, yəni ki, ağac üzərində təsvirlərin hazırlanmasıdır, əl işlərinin hazırlanmasıdır, rəsmdir, rəqsdir, daha sonra floristikadır, landşaft dizaynıdır, musiqi istiqamətidir, idman istiqamətidir, kapoeira istiqamətidir, musiqi istiqaməti çox şaxəlidir bizdə. Eyni zamanda xalçaçılıq istiqaməti var. Daha sonra bizdə dərzilik istiqaməti var. Musiqi istiqamətinin çox şaxəliyinə gəlib toxunmaq istərdim mən. Çünki musiqi istiqaməti dedikdə burada həm vokal ifaçılıq nəzərdə tutulur, eyni zamanda bizdə simli alətlər nəzərdə tutulur. Orada daha sonra bizdə tanınmış şəxslərlə birgə səhnə ifaçılığı sənətinin öyrədilməsi var. Mərkəzin unikallığı elə bundan ibarətdir ki, Cənubi Qafqazda ilk və yeganə məkan olaraq bu qədər fəaliyyəti bir arada biz toplaya bilmişik və həssas kateqoriyadan olan şəxslərə həmin bu istiqamətdə öz təcrübəmizdən irəli gələrək onların cəmiyyətə adaptasiyasına və inteqrasiyasına dəstək olmuş oluruq. Həssas kateqoriyalar kimlərdir və onları necə cəlb edirik? Həssas kateqoriyalar az öncə qeyd etdiyim kimi, deməli, əlilliyi olan şəxslər, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, eyni zamanda şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsinə məhrum olmuş şəxslər, az təminatlı ailələr. Həmin şəxslər, deməli, Dost mərkəzlərinə və Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək bizim mərkəzə cəlb oluna bilərlər. Onlar deməli öz şəxsiyyət vəsiqələrini, sənədlərini, lazım olan sənədləri həm Dost mərkəzlərinə, eyni zamanda Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə təqdim edərək bizim mərkəzdəki fəaliyyətlərə, yəni az öncə qeyd etdiyim fəaliyyətlərə cəlb olunurlar. Aktivlik barədə öyrənmək istərdim. Yəni müraciət edənlər, aktivlik, ümumiyyətlə insanlara maraqlı gələn nələr var orada və ya maraqlı gəlirmi insanlara? Və bir dənə də haşiyə çıxım, Rəhmanın sualı ilə bərabər getsin ki, onda rahat cavablandıra bilərsiniz. Bölgələrdəki vəziyyət necədir? Yəni ikisini birlikdə cavablandırsa sayılı olar. Mən ilk öncə qeyd etmək istərdim ki, 4 illik fəaliyyət ərzində biz 830 həssas kateqoriyadan olan şəxslərə xidmət göstərmişik. Hal-hazırda 220 şəxs, həssas kateqoriyadan olan şəxs bizim mərkəzdə fəaliyyətə cəlb olunublar. Daimi fəaliyyətdə, düzdürmü? Hal-hazırda daimi fəaliyyətdədirlər. 830 şəxs bizim 4 illik fəaliyyətimiz müddət ərzində bu fəaliyyətlərdən yararlanıblar və faydalanıblar. Hazırda isə 220 şəxs bizim bayaqlar mən az öncə qeyd etdiyim fəaliyyətlərdən faydalanırlar.
Sizin növbəti sualınıza gəldikdə isə bölgələrdə bununla bağlı hansı işlər görülür? Mən qeyd etmək istərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin həm mərkəzdə və eyni zamanda da bölgələrdə fəaliyyəti həyata keçirilir. Məsələn, bizim 2 il öncə İsmayıllı rayonunda yerləşən İsmayıllı Dost Evi filialı, ilk ən böyük filialımızın açılışı orada keçirilmişdir. Eyni zamanda Qarabağ Regional Dost Mərkəzində Dost Evi filialı, Dost Evi şöbəsi daha doğrusu Qarabağda hardadır? Bu Bərdədə yerləşir. Regional olduğuna görə Qarabağ Dost Regional Mərkəzində Qarabağ Dost Evi şöbəsi fəaliyyət göstərir. Məqsədimiz nədən ibarətdir? Məqsədimiz ondan ibarətdir ki, nəinki mərkəzdə, paytaxtda həssas kateqoriyadan olan şəxslərin bu cür adaptasiyasına, inteqrasiyasına dəstək göstərməklə paralel olaraq, eyni zamanda da bölgədə də biz bu təbliğatı həyata keçirdirik ki, insanlar görsünlər və bu, belə deyim də, fəaliyyətlərdən faydalana bilsinlər. Çünki bu çox önəmli bir məqamdır. Biz həmin şəxslərin cəmiyyətə yenidən qazandırılması istiqamətində böyük nailiyyətlər əldə edirik. Məqsəd də ondan ibarət edir ki, məsələn, həssas kateqoriyadan olan şəxslər, məsələn, misal olaraq deyirəm ki, əlilliyi olan şəxslər bir zamanlar evdə qapalı şəraitdə olurdular və yaxud da ki, cəmiyyətə çıxa bilmirdilər. Özlərini təcrid olunmuş hesab edirdilər. Mən sizlə tamamilə razıyam bu mənada ki, həqiqətən o həssas qrup deyirsiniz ha. Onlar bir müddət öncə, bir neçə il bundan öncə özlərinə bir növ lazımsız sayırlar, amma bu günləri onlara qarşı o qədər diqqət, o qədər qayğı, o qədər təşəbbüs göstərə biləcəkləri belə yerlər, mümbit və mühitlər yaradılır ki, onlar da rahat şəkildə özlərini göstərə bilər və çox istedadlı insanları biz orada görmüş oluruq. Baxın, mən qeyd etmək istəyirəm ki, həmin sizin sözünüzə qüvvət olaraq istedadlı şəxslərin cəmiyyətdə formalaşması, onların öz yerini tapması üçün biz hansı tədbirləri həyata keçirdirik? Hansı tədbirləri həyata keçirirsiniz? Baxın, məsələn, az müddət öncə zəfərimizin 5 illiyinə həsr olunmuş və Konstitusiya və Suverenlik ili çərçivəsində Qələbənin İşığında adlı bir tədbir keçirdik. Tədbir həm konsert proqramından ibarət idi, eyni zamanda da sərgi, yəni ki, mərkəzdə hazırlanmış əl işlərindən ibarət sərgi idi. Bununla yanaşı şəhid övladlarının deməli yadigarların gözü ilə adlı bir güşə yaradılmışdır ki, həmin güşədə şəhid övladları Bakı mənzərələrini bizim fotoqrafiya istiqaməti üzrə təlimçimiz Orxan Əzimin bələdçiliyi ilə bu əsərləri ərsəyə gətirmişdilər. Həmin əsərlər orada sərgilənirdi. Mərkəzdə həssas kateqoriyadan olan şəxslərin əl işləri sərgilənirdi. Eyni zamanda da konsert proqramı layihəsi həyata keçirildi. Amma konsert proqramı layihəsinin həyata keçirilməsində bizim mərkəzdə təlim alan benefisiarlar, biz onlara benefisiar deyirik. Çünki onlar təlim alan şəxslərdirlər. Həmin benefisiarlar səhnədə artıq tək deyil idilər. Çünki Respublikanın tanınmış simaları, məsələn, Sevda Ələkbərzadə, Murad Arif, Abbas Bağırov, Emil Əfrasiyab, Elnur Hüseynov, yəni Avroviziyada bizim təmsilçimiz Elnur Hüseynov. Bu şəxslərlə, bizim ulduzlarla onlar bir səhnəni paylaşırdılar. Onların özü üçün də çox böyük bir sevinç hissi. Bəli, onların özü üçün də böyük bir sevinç hissidir və artıq onlar onlarla birlikdə bir səhnəni paylaşanda o həmin şəxslər, yəni həssas kateqoriyadan olan şəxslər özlərində bir motivasiya, özgüvən yaranır və onlar artıq sizin bayaq qeyd etdiyiniz kimi cəmiyyətdən təcrid olunduğunu yox, cəmiyyətə lazım olduğunu və eyni zamanda bərabər hüquqlu olduğunu biz onlara göstəririk. Bu inklüzivliyin təşviqinə bir böyük bir töhfə idi. Bəli. Bir məqamı da qeyd etmək istərdim ki, bu artıq bizdə bir ilk deyil. Çünki Respublikanın tanınmış simaları, belə deyim, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, əməkdar artistlər Emil Əfrasiyab, Şəhriyar İmanov, beynəlxalq və yerli müsabiqələr qalibi Elnur Mikailov, xalq artistləri Natiq Şirinov və Teyyub Aslanov artıq bizim mərkəzimizdə fəaliyyət göstərirlər. Hətta. Bəli. Yəni müntəzəm onlar sizinlədilər. Bəli, müntəzəm olaraq onlar rezidentlərdir. Bəli. Müntəzəm olaraq onlar orada bizim təlim alan şəxslərlə, benefisiarlarla birgə onlara öz
bu günə qədər böyük bir səhnə fəaliyyətlərində qazandıqları uğurlarını onlarla birgə paylaşırlar. Bu da artıq onların cəmiyyətə yenidən qaytarılmasına və qazandırılmasında düşünürəm ki, mərkəzin böyük bir uğuru və eyni zamanda da bayaq birinci qeyd etdiyiniz sualın cavabı olaraq unikallığımızı biz burada göstərmiş oluruq. Çox maraqlıdır. Mən indi sizin sayta baxıram hazırda. Sosial.gov.az sayt vasitəsilə sizin bölməyə keçid eləmişəm. Görürəm ki, burada bir chat bölməsi də var. Hətta kim ki maraqlanır, bu prosesə qoşulmaq istəyir, faydalanmaq istəyir, orada chat bölməsində sən avtomatik birinci xoş gəlmisən deyirlər. Sonra sualı ünvanlayıb suallara cavab tapa bilərsən. Deməli, bizi hazırda eşidən insanlar üçün ora, yəni bu istiqamət niyə maraqlı ola bilər? Niyə orada iştirak etmək lazımdır və iştirak etsələr nə baş verəcək? Baxın, bu günə qədər mən bayaqlarım və necə iştirak edə bilərik? Bu günə qədər mən bayaqlarım qeyd etdiyim kimi 830 nəfərədək şəxsə biz xidmət göstərmişik. Bu 4 il ərzindədir. Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinə müraciət edən şəxslərin əksəriyyətinin bizə nə üçün müraciət etməlidirlər deyə bir sualınıza cavab olaraq qeyd etmək istərdim ki, orada təlim alan şəxslərin 4 il ərzində artıq böyük nailiyyətləri var. Nailiyyətləri qeyd etmək istərdim ki, bu günə qədər 20-yə yaxın benefisiar ali məktəblərinə, orta və peşə ixtisas müəssisələrinə daxil olublar. 2 prezident mükafatçımız var. Və biz həssas kateqoriyadan olan 12 şəxsi artıq işə cəlb etmişik. Yəni, daimi işlərdir. Bəli. Daimi işlərdir. Əlbəttə daimi işlərdir. Biz onları, baxın, onlar bizim mərkəzimizə təlim, belə deyim də, benefisiar olaraq müraciət etmişlər. Yəni təlim almaq üçün gəlmişlər. Yəni ki, hansısa bir peşənin belə deyim də, sahəni öyrənmək üçün gəlmişlər. Amma hazırda biz həmin şəxsləri mərkəzdə və filial və eyni zamanda şöbəmizdə, yəni bu İsmayıllı Dost evində və Qarabağ Regional Dost evi şöbəsində biz onları işlə təmin etmiş oluruq. Və bu artıq o deməkdir ki, həmin şəxslərin cəmiyyətdə uğur qazanması üçün mən düşünürəm ki, həmin yollarını bizim mərkəzdən salması daha önəmli və çox vacib məsələlərdən biridir. Biz birazdan qayıdacağıq. Qısa aramız olacaq. Qısa aradan sonra bəzi suallar var. Açığı biz bayaqdan danışırıq incəsənət mövzusunda, amma digərləri də var ki, bunlar əl işləridir. Onlar da çox önəmli və bununla bərabər bir peşəyə malik olan insanlara aiddir. Təbii ki, mənim xoşuma gəldi. Media istiqaməti var burada. Media istiqaməti yaxşı. Audio səs yazma və media istiqamətindən söhbət. O xoşuma gəldi. Nə qaldı deyiləsi və deyilməli olan? Yox, bitirmirik. Mən beynəlxalq layihələrdən də danışmaq istəyirdim ona görə. Tələsirsən də Rəhman. Tələsmək lazım. Vaxt gedir, dayanmır. Vaxt gedir, amma ki istəyirəm ki, Elvin belə birinci bu məsələyə toxunaq ki, biz bayaq danışdıq ki, məsələn tutaq ki, incəsənət, burada təbii ki, müxtəlif yönlər var, sahələr var. Musiqi, nə bilim ola bilər ki, hər hansı bir bacarıqlar falan, amma digər bacarıqlar da var da, əl işləri. Bu barədə istəyirəm ki, bir balaca danışasınız. Nə dərəcədə həmin həssas kateqoriya buna maraqlıdır və çoxmu ümumiyyətlə belə insanlar. Çünki bu cür insanların həmin həssas kateqoriyanın başqa bir istedadları, çox möhtəşəm istedadlar olur. Mən sualınıza görə sizə minnətdaram, təşəkkür edirəm. Qeyd etmək istərdim ki, bayaqlarım az öncə də qeyd etdiyim kimi Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzində 14 fəaliyyət istiqaməti var. Bu 14 fəaliyyət istiqamətinin içində biz qeyd edə bilərik rəsm, vitraj, keramika, bədii oyma, floristika, xalçaçılıq, daha sonra dərzilik. Bu istiqamətlərdən misal olaraq mən sizə demək istərdim ki, həssas kateqoriyadan olan şəxslərin marağı böyükdür. Məsələn, ağac üzərində oyma sənəti çox qədimidir, bəli. Çox qədim və eyni zamanda da çox çətin bir sənət növüdür. Səbr tələb edir. Böyük bir səbr tələb edir. Düşünün ki, həssas kateqoriyadan olan bir şəxslər səbrlə, təmkinlə və çox incə bir formada o əl işlərini hazırlayırlar. Rəsm eyni onun qaydasında, şüşə üzərində vitraj eyni onun qaydasında.
keramika, yəni gildən hazırlanmış keramik qablar. Bu keramik qablar sıfırdan hazırlanır. Gildən hazırlanır bizim mərkəzdə. Və həmin həssas kateqoriya olan şəxslərin əl işlərini biz daha sonra, yəni bu hazırlanmış əl işlərinin sərgisini təşkil edirik. Eyni zamanda bir maraqlı məqam da Satışını da güman ki həll edirsiniz və onlara qazanc kimi eyni zamanda elə mən həmin o məqamı qeyd etmək istəyirdim ki, Ha. biz həmin o maraqlı məqamlardan biri həmin şəxslərin deməli əl işlərindən hazırlanmış işlərinin sərgi satış portalını artıq biz yaratmışıq. Yeni yaranıb. Bəli, yeni yaranıbdı. Sadəcə olaraq ictimaiyyətə hələ ki təqdim olunmayıbdı. Bu sərgi satış platformasının işi nədən ibarətdir? Həssas kateqoriyadan olan şəxslərin ilkin olaraq mərkəzimizdə təlim alan şəxslərin əl işlərinin satışı həyata keçiriləcəkdir. Və bilavasitə həmin şəxslər satdıqları, yəni ki, satışı həyata keçirilmiş əl işlərindən Gəlir əldə edəcəklər. Bu sayt və yaxud nə bilim, bilmirəm, platforma nə vaxt fəaliyyətə başlayacaq? Mən məsələn böyük məmnuniyyətlə almaq istəyirəm və sanki bir növ həm dəstəkli nöqteyi nəzərdən, həm də maraqlıyam əslində, çox xoşlayıram əl işlərini. Çox bir qısa bir zamanda artıq onun belə deyim də son ştrixləri Domeni falan var yoxsa yox hələ ki? Domeni var, amma biz onu hələ ki ictimaiyyətə açıq. Hər şey hazırdır əslində. Bəli, bir hər şey qalıb onu demək. Bəli, hər şey hazırdır. Biz artıq o platforma üzərində öz işlərimizi yekunlaşdırmaq üzrəyik və bu yekunlaşandan sonra artıq belə deyim də əhalimiz həmin sayt üzərindən bizim satış platformamıza keçid edərək həmin əl işlərini əldə edə bilərlər. Maraqlıdır. Sizin sualınıza beynəlxalq istəyirsiniz? Mən bilmək istirdim, mərkəz beynəlxalq tədbirlərdə təşkilatlarda təmsil olunur yoxsa yox? Deməli, bu Və ya yaxınlarda sərgi də deyə bilərik buna. Bu yaxınlarda sentyabr ayında biz Yaponiyada təşkil olunan Osaka Kansai 2025 sərgisində beynəlxalq sərgidə təmsil olunduq. Burada mərkəz həm konsert proqramı ilə hər kəs üçün Harmoniya adlı konsert proqramı ilə çıxış etdi və eyni zamanda orada mərkəzin həssas kateqoriyadan olan şəxslərin hazırladıkları əl işlərinin sərgisi həyata keçirildi və master klass, keramika istiqaməti üzrə master klass göstərildi. Bu çox böyük bir uğurdur. Həm mərkəz adına, həm ölkəmiz adına çox böyük uğur idi ki, biz artıq Azərbaycanda deyil, Azərbaycandan kənarda inklüzivliyin təşviqinə böyük bir töhfə vermiş olduq və inklüzivliyi Yaponiyada biz göstərdik. Deməli, mən sizə qeyd edim ki, Yaponiya Osaka Kansai 2025 ərazisi 155 hektardan ibarət idi. Həmin ərazidə 165 dövlət və 7 beynəlxalq təşkilat iştirak edirdi. 184 gün davam edəcək deməli bu sərgidə 28 milyon ziyarətçinin ora gəlməsi gözlənilirdi. Çox böyük kütlə qarşısında biz çıxış etdik və mən düşünürəm ki, bu benefisiarlar üçün çox böyük uğur idi. Yəni düşünün, günəşli bir hava idi və biz öz həmin ərəfədə bizə düşürdü, deməli suverenlik günü ərəfəsində idi. Biz orada təmsil olunurduq həm vətənpərvərlik musiqiləri ilə, həm milli musiqilərlə, eyni zamanda milli rəqslərlə və oradakı sənətsevərlər, Yaponiyada olan sənətsevərlər bizim konsertdə gəlib qaldılar və günəşli hava olmasına baxmayaraq onlar orada sona qədər qalıb izləyirdilər və hətta o musiqini bizim benefisiarlarla birgə hətta belə deyim də zümzümə də edirdilər. Maraqlıdırlar. Onlar ümumiyyətlə fikir vermişəm, xüsusi olaraq özü yaponlar bu cür məsələlərdə çox maraqlıdırlar. Onlar üçün bilmirəm, dözümlüdürlər yeri gəlmişkən istəyə falan da. Ona görə onların bu musiqiyə, incəsənətə, nə bilim, istər heykəltaraşlığa çox böyük maraqları var və bunu da sezmək olur. Onlar hətta belə deyim, biz düşünürdük ki, musiqi sədaları olacaqdı, ondan sonra kütlə gələcəkdi. Amma çox fərqli oldu. Onlar gördülər ki, bu səhnədə nəsə olacaqdır, konsert olacaqdır. Artıq toplaşmağa və artıq ora toplaşmağa başladılar və hər kəs öz professional fotoaparatları ilə, telefonları ilə bunları çəkməyə başlayırdılar və axıra qədər də qalırdılar. Çox qürurlu bir məqam idi. Bizim orada bir zəfər kompozisiyamız var idi ki, bizim təlimçi və benefisiarlarımız bu zəfər kompozisiyasını ifa edirdilər. Azərbaycan bayraqları dalğalanırdı. Bu bizim ölkə üçün çox
uğurlu bir layihə oldu və eyni zamanda biz Azərbaycan pavilyonunda master klass həyata keçirdik. Bu master klass narlar üzərində, nar kompozisiyası üzərində deməli həmin o şəxslər orada gəlirdilər, işləyirdilər və bu artıq bizim mədəniyyətimizin böyük bir təntənəsi idi. Çünki Yaponiyadan olan şəxslər öz vaxtlarını düşünün, yəni böyük ərazidir. Başqa bir məkanlara da müraciət edə bilərdilər. Ancaq onlar növbəyə dayanırdılar Azərbaycan pavilyonunun qarşısında, həm Azərbaycan pavilyonunu izləmək üçün, eyni zamanda da bu master klassa qoşulmaq üçün. Güman ki, bax bu cür məsələlər həmin o həssas qrupa da çox müsbət təsir edir. Çünki onların davranışlarındakı dəyişiklikləri hiss edirsiniz. Deyək ki, hansısa bir səhnə alırlar. Sizin dediyiniz kimi xarici ölkələrdən gəlib belə, məsələn, Yaponlar və yaxud nə bilim Çindən, nə bilim İndoneziya olsun, Hindistan olsun, fərqi yoxdur, müxtəlif yerdən gəlib. Onların şəklini çəkirlər, onların videolarını çəkirlər, onları alqışlayırlar, onlara nə cür təsir göstərir. Və siz məsələn yeni qoşulan artıq bir neçə dəfə iştirak etmiş həmin həssas qrup kateqoriyasına olan insanlarda hansı dəyişiklikləri görürsünüz? Dəyişiklikləri mən sizə qeyd edeyim ki, baxın, misal olaraq mən qeyd etmək istərdim ki, biz daimi olaraq kütləvi informasiya Siz vasitələrinə... də adlarını çəkə bilərsiniz. Bəlkə nə bilim arasında var Yusif var, Ayşə var, nə bilim Emin var, bilmirəm, müxtəlif adamlar ola bilər. Baxın, deməli, biz daimi olaraq kütləvi informasiya vasitələrini açırıq və inklüzivliyin təşviqində hər zaman çalışırıq ki, bu şəxslərin cəmiyyətə adaptasiyasında və inteqrasiyasında böyük rolumuz olsun. Bizə müraciət edən şəxslər var idi ki, və yeri gəlmişə olur. Buna görə sizə afərin, alqışlar. Təşəkkür edirəm, minnətdaram. Qeyd etmək istərdim ki, ilkin mərhələdə bizə müraciət etmiş şəxs var idi, bir xanım idi. Həmin xanım özünə qapalı bir xanım idi, amma bizdə bir təlim istiqamətini seçmişdi. Adını deməyəcəksiniz. Məncə ehtiyac yoxdur. Okay. Həmin xanım bizə müraciət etdi və belə deyim də çox uzun zaman o özünə qapalı imiş, evdən çölə çıxmırmış. Aha. Bir təlim istiqamətində o bizə gəldi. Bir müddətdən sonra biz onu kütləvi informasiya vasitələrindən işıqlandırdıq. Yəni ki, o bu mərkəzə gəlibdi, hansı nailiyyətləri var, nə işlər görübdü. Bir müddətdən sonra həmin xanım gəldiyi bir istiqamətdən artıq digər istiqamətə keçid etdi. Paralel olaraq iki istiqaməti öyrənməyə başladı. Və bu kütləvi informasiya vasitələrində çıxış edən zaman bunu digər bir şəxs, əsas kateqoriyadan olan şəxs və ya evdə olan, bayaq qeyd etdiyimiz kimi təzrid olunmuş bir şəxs bunu görür və bununla əlaqə yaradır. İlhamlanır o da. Bəli. O ona təşəkkür edir ki, mən sizi gördüm və sizdən böyük bir motivasiya almış oldum. Bu həmin ki, sizin bayaq dediyiniz məqama gəlir çıxır ki, biz artıq cəmiyyətdə həmin şəxslərin qazandırılmasında bir uğurumuz var. Biz bir uğuru qazandıq, amma digər həmin şəxs artıq özü də uğur qazandı və özündə güc tapdı ki, deməli, mən də kimisi üçün bu cəmiyyətdə faydalı ola bilərəm. Əlbəttə, uğur gətirir. Bəli, əlbəttə ki. Bəs elə olur ki, məsələn də deyək ki, bir nəfər zəng vurur sizə ki, salam, məsələn, belə bir şəxs tanıyıram, nə bilim, qohumumdur, qardaşımdır, qonşumdur, nə bilim, bir sözlə də yaxın adamımdır. Özünə qapanıb, mən istədim ki, siz gəlib onunla söhbət eləyəsiniz, onu da təşviq eləyəsiniz, onu da çıxarasınız və yaxud da ki, motivasiya verəsiniz. Belə bir məsələlər olurmu? Olursa necə olur? Əlbəttə olur. Mən bir məqamda qeyd edim ki, bizdəki təlim istiqamətləri ilə paralel olaraq biz eyni zamanda həmin şəxslərə sosial pedaqoji və psixoloji dəstək də göstəririk. Yəni bizim orada klinik psixoloqlarımız var, surdoloqlarımız var, loqopedlərimiz var. Həmin şəxslər paralel olaraq təlimlərə cəlb olunmağı ilə yanaşı, təlim almaqları ilə də yanaşı, eyni zamanda psixoloji durumlarının da yaxşılaşdırılması istiqamətində işlərimiz davam etdirilir. Bəli, belə bir şəxslər olubdur. Bu müharibə ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş bir şəxs idi. Mən bir case üzərindən deyəcəm. Belə deyim də, qardaşı şəhid olmuşdu. Özü də müharibə... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Özü də müharibə iştirakçısı idi və qazi idi və onun üçün çox bir həssas dönəmi idi. Çox özünə qapanmışdı və valideyni də bizə müraciət etmişdi. Biz hətta belə deyim də onları ziyarət etmişdik. Və söhbət əsnasında məlum olmuşdur ki, marağı var.
Amma ki bu özünə qapalılığın nəticəsində, yəni ki insanlarla ünsiyyətə getmirdi və onun nəticəsi olaraq biz onu öz təlim istiqamətində mərkəzimizə dəvət etdik. Mərkəzimizlə tanışlıq oldu və bizə müraciət edən şəxsləri biz ilkin olaraq dəvət edirik mərkəzimizə ki, gəlin Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri ilə tanış olun. Baxın hansı istiqamətlər var, hansılar sizə uyğundur və daha sonra həmin şəxslər gedirlər Dost mərkəzlərinə və Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edirlər, sənədlərini verirlər. Daha sonra bizdə komissiya olur. Komissiyadan sonra biz onları müəyyənləşdiririk ki, hansı istiqamətlərə yönləndirək. Bu arada mən bayaq uğur gətirdi dedim. Hansı ki bu uğurlar adamı növbəti illərdə fərqli planlar icra etməyə ruhlandırır. Məsələn, mərkəzin gələcəyi ilə bağlı, gələcək dediyim yaxın gələcəkdən söhbət gedir. Planları nədən ibarətdir? Nə əlavələr etmək istəyirsiniz? Nə düşünürsüz? Bu ötən illər sizə hansı təcrübəni qazandırıb? Ötən illər ərzində bizim qazandığımız uğurlar, yəni sadalamaqla yəqin ki bitməz. Çünki mən bayaqların beynəlxalq uğurlardan danışdıq. Yəni o bizim bir beynəlxalq uğurumuz idi, amma bizim bundan öncə Cənubi Koreyada 2 dəfə sərgimiz olubdu. Əl işlərindən ibarət sərgi biz orada nümayiş etdirmişik. Eyni zamanda Cenevrədə Millətlər Sarayında bizim əl işlərindən sərgisi təşkil olunmuşdu. COP çərçivəsində bizim əl işlərinin sərgisi və eyni zamanda kiçik bir konsert proqramı ilə biz çıxış etmişdik. Biz gələcəkdə də bu istiqamətdə, yəni ki, beynəlxalq istiqamətdə nailiyyətlərimizi və uğurlarımızı davam etdirmək niyyətindəyik. Buyurun. Eyni zamanda bu həm Azərbaycan daxilində də biz inklüzivliyin təşviqi istiqamətində böyük işlərin görmək niyyətindəyik. Yəni bura daxil olur həm yeni istiqamətlərin yaradılması, müasir dövrə uyğun olaraq yeni istiqamətlərin formalaşdırılması, beynəlxalq arenada tanıdılması və eyni zamanda da artıq belə deyim də mədəniyyət və incəsənət xadimləri ilə birlikdə daha böyük səhnələri fəth etməyi bizim benefisiarlarla nəzərdə tuturuq. Uğurlar arzu edirik sizə. İşlərinizdə uğurlar. Mən bir sual da istəyirdim. Buyur. Bir ailədə neçə üzv ola bilər? Müraciət edən ola bilər. Belə deyim, Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzində müraciət edən şəxslər üçün məhdudiyyət yoxdur. Limit yox. Bir ailədən bir neçə şəxs müraciət edə bilər. Yəni məncə də olmamalıdır. Yəni nə Sadəcə soruşum da, yəni sadəcə mən də maraqlı gəldi ki, ümumiyyətlə nə qədər çox olsa bir o qədər daha yaxşıdır. Çünki bir-birinə insanlar bir-birinə motivasiya verirlər. Bəli, bizim məqsədimiz də ondan ibarətdir ki, cəmiyyətdə bu şəxsləri yenidən qazanmaq və onların cəmiyyətdə faydalı olmasını və özlərini faydalı hiss etdirməsini Elvin bəy, sualdan sual tutayım. Mən də belə deməli, sizdə belə bir statistika varmı? Ümumiyyətlə nə qədər ölkəmizdə həssas qrup var, neçə nəfərdir? Varmı belə bir statistika? 500 min üzəridir. 500 min üzəridir. Hamı köməyi arzu edirik Allahdan. Təşəkkürlər, minnətdarıq ki, gəldiniz bu gün bizimlə maraqlı söhbət çərçivəsində bütün suallarımızı cavablandırdınız. Minnətdaram, təşəkkür edirəm, çox sağ olun. Bizim studiyamızın qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili Departamentinin müdiri Elvin İbrahimov idi.